Salam, xoş gördük. Yenidən sizinlə həmişə olduğu kimi mənəm həkim, psixoterapevt, yalan və bədən dili üzrə ekspert, ixtisaslaşdırılmış proqramlar üzrə NLP master təlimçi və klinik hipnoterapevt Elnay Rəhimov Tambovski. Narsistləri analiz etməyə davam edirik. İlk öncə yeri gəlmişkən hər birinizin Ramazan və eyni zamanda Novruz bayramı münasibəti ilə təbrik edirəm və mövzumuz bayramdır. Bayram dedikdə bayram vaxtı bir narsist kişi xanımına qarşı necə rəftar edir? Təbii ki, burada kişi modelindən daha çox söhbət açacaq. Çünki narsistlərin bir hardasa 90-95% kişilər olur. Əgər narsist xanımdırsa, bu xanıma da şamil olunur təbii ki. Ona görə kişi və onun xanımı modelindən gedəcək. Bir narsist kişi bayram günündə xanımına nələr yaşadır? Burada bir çox senarilər var. İlk senari deyək ki, hər bir şey ideal şəkildə gedir, birlikdə qonaq gedirlər, birlikdə evdə bayramı qeyd edirlər. Ümumiyyətlə, narsistə heç bir zaman xoş deyil ki, kimsə onun yanında şənlənsin. Xüsusilə də əgər idarəçiliyində həyat yoldaşı varsa. Müxtəlif səbəblərlə onun keyfini pozacaq. Deyəcək, bax, görürsən, bax, mən gətirirəm, sən yeyirsən. Əylənmək asandır. Mən necə deyilər, gecə gündüz işləyirəm, siz yeyin, keyf eləyin. Kimi kəlmələrlə və yaxud da nəyə görə yeməyin duzu azdır və yaxud da çoxdur, nəyə görə filan şirniyyatdan gətirməmsən, nəyə görə o yoxdur, bu var, mən nə biləm, bu elədir, o belədir. Bu kimi məsələlərlə və köhnə məsələləri də qabardaraq, köhnə problemləri də qabardaraq, qarşı tərəfin, yəni öz xanımın keyfini əhəmiyyətli dərəcədə pozacaqdır. Bir başqa senari, məsələn, deyək ki, xanım qərar verir ki, bayram günü yığışsın öz rəfiqələri ilə, deyək ki, bir kafedə və yaxud da bir evdə. İlk öncə yoldaşı narsist kişi icazə verdi. Hə, əlbəttə gedə bilərsən. Elə ki, həmin gün gəldi çatdı, başlayır mızıldamağa. Belədir ki, evdə otursaydın yaxşı olardı. İstəyirsən özün bilərsən, istəyirsən get. Belə durumda qadında iki seçim yaranır. Birinci seçim, özünü günahkar hiss edərək evdə qalmaq. Çünki bilir ki, artıq narsist kişi öz ərinin reaksiyasını bilir. Bilir ki, artıq narazıdır. Elə olanda da istədiyi yerə getmədiyi üçün bütün günü keyfi pozulmuş keçirir. Bayram günündə həmçinin. Yəni bayram günündən təbii ki, söhbət gedir. Və bu narsistə xoş gəlir. Narsist də onu işlətməyə başlayır. O yeməyə pişir, onu gətir, bunu apar. Bir sözlə, bayram günü əylənən bir tək narsist kişi olur. Deyək ki, bir digər variant, narsistin belə davranmasına rağmen qadın gedir rəfiqələri ilə yenə görüşür. Həmin anda isə dəqiqə başı zənglər olur. Harda qaldın, nə vaxt gələcəksən, küçələr yabısı, mən sənə bu qədər icazə vermişdim, bəsdir də, mən də elə bilirdim ki, qısa bir müddətə yeyib gələcəksən və müxtəlif bəhanələrlə, dəqiqə başı zəng eləyib rəfiqələrin yanında onu biabır etməklə və bir sözlə orada da artıq hər bir şey xanımın burnundan gələcək. Yəni, mümkün olan senarilər bunlardır. Yəni, kimin narsist həyat yoldaşı varsa, yəni xanımlara üst tuturam, kimdə bu senari varsa, kommentariyalarda yaza bilər. Diqqətinizə görə minnətdaram. Sağ olun.